Bu saray əhli də elə bilir bizim yerimiz sonsuzdur. Kralisadan əmr gəldi, tez olun, şəkili paketləyin, Backend kəndinə göndərməliyik. Sarayın xidmətçiləri dərhal şəkli götürüb, onu Jason adlı xüsusi yüngül bir sandığa qoydular. Bu fərmanı körpüdə gözləyən yazıq HTTP kuryerinə verdilər. HTML dayı sevinə-sevinə, body, div, təqi bağladım, əla hazırdır, deyib Nigarın şəkli üçün çərçivəni hazırladı və CSS xanıma təhvil verdi. Bilirəm ki, bu dəqiqə oturub hər dəfə şəkil paylaşanda Instagramın necə işlədiyini düşünürsən. Sənə də, mənə də elə çoxumuza maraqlıdır ki, Instagramda şəkil bəyənəndə, paylaş düyməsinə basanda, şərh yazanda nə baş verir? Gəl bu gün də bu məsələni sözləndə həll edək. İndi sənə Nigar adlı bir qızın Instagramda şəkil paylaşandan sonra texniki olaraq səhnə arxası nələrin baş verdiyini izah edən bir allegorik hekayəni danışıram. Hekayədə proqramlaşdırmada istifadə olunan bir neçə əsas komponentlər adları olduğu kimi göstərilərək sadə şəkildə izah edilib. Dünən gecə Nigar, rəfiqəsi Ayşənin xınayaxtı mərasimində o qədər rəqs edib şəkil çəkdirmişdi ki, gecə evə gəlib yerində daş kimi yatmışdı. Şənbə günü günortaya 1 saat qalmış, Nigar yuxudan güclə oyandı. Oyanandan sonra gözlərini güclə açırdı. Nigar hələ də əsniyirdi. Yadına dünən çəkdiyi şəkillər düşdükcə sevinir, üzü gülürdü. Pişik kimi gərnəşib əsniyib, əlini telefonuna atdı. Telefonu əlinə götürən kimi xınayaxtıda çəkdirdiyi şəkillərə baxdı. Qərarsız idi. Bilmirdi ki, hansı şəkilləri Instagramda paylaşsın. Yarım saat baxandan sonra nəhayət 5 kilo şəklin arasından birini seçdi. Hə, işıq da yaxşı düşüb. Bu şəkili elə indi paylaşım. Sonra da o birilərə baxarıq. Nigar Instagrama girdi, bəyəndiyi şəklə filtr əlavə etdi və paylaş düyməsinə basdı. Nigarın barmağı ekrana toxunan kimi Instagramın içərisindəki proqram işə düşməyə başladı. Gözqamaşdırıcı frontend sarayında həyəcan siqnalı çalındı. Frontend sarayı möhtəşəm bir yerdir. Divarları HTML dayının hördüyü kərpiclərlə hörülüb, CSS xanımın rəngbərəng boyaları ilə bəzədilib və hər küncündə JavaScript adlı çevik akrobatlar o tərəf bu tərəfə qaçır, sarayın içərisindəki mühiti həmişə dinamik saxlamağa və bütün hadisələrə reaksiya verməyə çalışırlar. Bu sarayın işi Nigarın gözünü oxşamaqdır. Burada hər şey gözəldir, səliqəlidir, amma bir problem var. Sarayın anbarı yoxdur. Burada heç nəyi uzun müddət saxlamaq olmaz. Nigar paylaşa basan kimi sarayın baş vəziri brauzer qışqırdı. Kralisadan əmr gəldi, tez olun, şəkili paketləyin, Backend kəndinə göndərməliyik. Sarayın xidmətçiləri dərhal şəkli götürüb, onu Jason adlı xüsusi yüngül bir sandığa qoydular. Üstünə də Nigarın yazdığı Henna Party sözlərini əlavə etdilər. Bu sandıq API körpüsündən keçərək Backend kəndinə çatdırılmalı idi. API körpüsü adi körpü deyil. O, data adlandırdığımız sorğular və cavabların daşındığı, hər saniyə minlərlə yolçunun keçdiyi nəhəng bir körpüdür. Sandıq küləyə, yəni zəif internetə və hacker adlı quldurlara baxmayaraq mənzil başına çatmalı idi. Frontend sarayının keşikçiləri sandığı götürüb API körpüsünün girişində dayanan HTTP kuryerinə təhvil verdilər. Kuryer sandığı kürəyinə alıb körpünün üstü ilə qaçmağa başladı. API körpüsünün digər tərəfində, çox uzaqlarda, dağların arxasında sənaye tipli boz bir yer var. Backend kəndi. Frontend sarayı nə qədər bəzəklidirsə, backend kəndi bir o qədər sadə, kobud, amma olduqca güclüdür. Burada şou yoxdur, yalnız real iş gedir. Kəndin girişində ciddi yoxlama məntəqəsi var. Kəndin mühafizəçiləri, yəni security protokolları kuryeri saxladılar. Dayan, hardan gəlmisən? Kim göndərib? Kuryer möhürlü icazə kağızını, tokeni göstərdi. Frontend sarayından gəlirəm, Nigar xanım göndərib. Bu icazə kağızında bütün məlumatlar yazılıb, istifadəçi adı, nömrəsi və s. Mühafizəçi yoxladı. Hə, düzdür, bu həqiqətən Nigardır, keçə bilərsən. Kuryer kəndin mərkəzi meydanına qaçdı. Orada kəndxuda, server proqramı oturub bütün işləri idarə edirdi. Kəndxuda sandığı açdı, şəkli çıxardı və başını buladı. Bu saray əhli də elə bilir bizim yerimiz sonsuzdur. Bu şəklin ölçüsü çox böyükdür. O, dərhal kəndin dəmirçisi olan kompressoru çağırdı və şəkli biraz presləyib kiçiltdilər ki, yerə qənaət olsun. Sonra kəndxuda ən vacib işçiyə, SQL databaz anbarlarına səsləndi. Databaza kəndin ən dərin yerində, nəhəng anbarlardan ibarət, soyuq və qaranlıq bir tikilidir. Burada milyonlarla rəf var. SQL anbardar qalın eynəyini taxıb, əlindəki böyük dəftərlə gəldi. Nə olub yenə? Nigarın şəkli? Yaxşı.
Gətirin ataq paylaşımlar anbarındakı növbəti boş rəfə. Ambardar şəkli səliqə ilə rəfə qoydu. Sonra dəftərini açıb yazdı. İstifadəçi Nigar, tarix bugün, şəklin adı Henna Party. Ambardar işi bitirib kəndxudaya okey işarəsi verdi. Bu o demək idi ki, şəkil artıq əbədi yaddaşdadır. Saray yansa da, telefon sınsa da bu şəkil itməyəcək. Kəndxuda bu xəbəri eşidən kimi rəsmi bir fərman imzaladı. Status 200 okey. Bu fərmanı körpüdə gözləyən yazıq HTTP kuryerinə verdilər. Kuryer yorğun olsa da sevinclə API körpüsünü geri qaçdı, küləyi yardı və gəlib frontend sarayının qapısını döydü. Sarayın içindəki JavaScript akrobatlar kuryeri görən kimi sevincdən atılıb düşdülər. Kuryer 200 okey fərmanını göstərən kimi sarayda bayram başladı. HTML dayı sevinə-sevinə body, div, təqi bağladım, əla hazırdır deyib Nigarın şəkli üçün çərçivəni hazırladı və CSS xanıma təhvil verdi. CSS xanım şəkli çərçivəyə düzgün yerləşdirib yaxşıca rənglədi. JavaScript akrobatlar dərhal Nigarın telefon ekranındakı o yüklənir yazısını sildilər. Onun yerinə təzəcə kəndə göndərib təsdiqini aldıqları o şəkli ekranın ən başına yerləşdirdilər. Nigar ekranda şəklinin paylaşıldığını gördü və gülümsədi. Heç ağlına gəlməzdi ki, bu 1-2 saniyə ərzində şəkli frontend sarayından uzaq backend kəndinə gedib, preslənib, SQL databaz anbarına qoyulub, qeydiyyata düşüb, geri qayıdıb. Hələ onun bir şeydən də xəbəri yox idi ki, paylaşdığı şəkil haqqında məlumatlar backend kəndindən bir neçə 100 metr yüksəklikdə yerləşən DevOps diyarına da göndərilib. DevOps diyarında bütün proseslər izlənilir, sistemə nəzarət edilir. Orada həmçinin bu şəkli Nigarın dünyanın digər yerlərindən olan izləyicilərinin görməsi üçün də işlər gedir. Axı hamı bilməlidir ki, dünən xınayaqda olub. Çox keçmədi ki, Nigarın rəfiqələri Aysel, Fidan, Leyla, bir də xınayaqdısı olan Ayşən şəkli bəyəndi. Yenə Instagramın içində eyni proses başladı. Frontend sarayından çıxan HTTP kuryer deyinə-deyinə iki əlində sandıq və belində çanta ilə tənginəfəs halda backend kəndinə tərəf qaçırdı. Sözlənilən layihənin veb-saytından və Coffeeal platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm.